Xoş gördük sizi. Çox dəyərlilərim. Əlbəttə ki, əminəm çox möhtəşəmsiz. Bugün sizə hormonlardan danışacağım. Bəli, hormonlardan və hormonlar bədənin səssiz rejissorudur deyirəm. Tibbi baxımdan hormonlar bədənin görünməyən idarə etmə şəbəkəsidir və onlar enerji sərfiyyatını, metabolizmanı tənzimləyir. Uşaqlıqdan qocalığa qədər böyümə və inkişafı istiqamətləndirir. Eyni zamanda emosiyaları sabit saxlayır, immuniteti formalaşdırır, reproduktiv sistemi qoruyur. Yəni hormonlar insan həyatının səssiz rejissorudur. Sistemika baxışından isə hormonlar yalnız bioloji molekul deyil. O insanın ruhunun mesajlarını daşıyan kodlardır. Məsələn, kortizol daxili qorxularının siqnalı, insülin həyatın şirinliyini qəbul etmə bacarıdır. Estrogen, testosteron hormonu yaradıcılıq, cazibə və həyat enerjisinin axınıdır. Hormonlar bədənin dili və ruhun danışığıdır. Hansı hormon pozularsa həyatının həmin sahəsində balans pozulur. Məsələn, tiroid hormonlarında dəyişkənlik özünü ifadə etmək bacarığını stoplayır. Serotonin xoşbəxtlik və şükranlıqdır. Çağırış isə öz bədəninin hormonlarının mesajını dinləyirsənmi və eyni zamanda ruhun dilini, dediklərini başa düşmək istəyirsənsə, canlı və onlayn seanslarımıza qatılmağı dəvət edirəm. Bu mən idim sizinlə Leyla Aliyeva, həkim endokrinoloq və eyni zamanda şuuraltı spiritual enerji elmləri mütəxəssisi. Hələlik.